Salam, hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva, texnologiya təlimçisi. Müəllimlər, bugün mən sizə bir çox müəllimin çətinlik çəkdiyi, ümumiyyətcə bir neçə düsturumuz var ki, müəllimlərin bəzisinin çətinliyi var və bu çətinlikləri aradan qaldırmaq üçün istədim sizə bir kömək olsun deyə bir video hazırlayım və bu ümumi düsturlar əsasında hər birinin izahını verəcəm. İlk öncə başlamaq istəyirəm. Oduncağın zıvana ilə birləşməsi mövzusunda bizim bir düsturumuz var. Bu düstur əsasında danışmağa. İlk öncə düsturumuzu sizə yazaq. S2 bərabərdir 0.5 vurulsun S0 çıxılsın A. Bu düsturumuzun davamı isə əsas bilməli olduğumuz məqamlardan biri də o idi ki, A bərabər, bircə dəqiqə qoy, biraz səliqəli yazım. A bərabərdir S0 vurulsun 0.4-ə. Bu düsturu mütləq bilməliyik, müəllimlər. Bilməliyik ki, biz bu tətbiq eləyə bilək. Bax, bunu bu şəkildə bircə dəqiqə. Bu düsturumuzdur bizim. İndi bu düsturumuzda baxaq görə S2 nədir, S0 nədir, A nədir? S2 müəllimlər yuva və onun yarığının yanağının qalınlığıdır. S2, 2 yazında 2 dənə Y kimi yadınızda saxlayın. Yuva və yarığının yanağının qalınlığı. S0 detalın qalınlığıdır, A isə zvanadır. S0 detal, A zvana. Bəzən mənim sınaqlarımda da çox vaxt yəqin ki, rast gəlmişsiniz ki, orada qeyd edirəm ki, məsələn, şagird məsəl üçün texnologiya dərsində zvana birləşməsi yerinə yetirmək istəyir. O detalın qalınlığını ölçür, görür ki, detalın qalınlığı 80 mm-dir. İndi o zvananın qalınlığının neçə millimetr olacağını müəyyən etməlidir. Deməli, yenə bizdə adi, sadə, bəsit bir düsturumuz var və bu düstur əsasında bunu tapmaq asan olur. Yəni, əgər S0 detalımızın qalınlığı 80 mm-dirsə, A nəyə bərabər idi? 80-in, yəni detalın qalınlığının 0.4 mislinə. Deməli, A-nı tapmaq üçün burada olacaq A0. Biz A-nı tapmaq üçün indi yerlərinə qoymalıyıq düsturumuzun rəqəmlərini. Yəni, A bərabərdir. S0 neçədir? Bax, burada vermişəm 80. 80-i yerinə qoyuram və vurmalıyam neçəyə? 0.4-ə. Bu 0.4 deyərsiniz, hardandır müəllimə? Yəni, bu zaten bizim verdiyimiz düsturun özünün qiymətidir. Bunu biz özümüzdən tətbiq eləmirik. Harada olsa siz onu 0.4-ə vurmalısınız. Yəni, o da bu deməkdir ki, o detalın təpəsində, məmulatında oduncağın, biz onu 4 hissəyə, 4 bərabər hissəyə bölürük və ona görə də 0.4 mislinə vururuq. Deməli, sonra da alırıq ki, A bərabərdir. Kalkulyatordan istifadə edirik. Onu da deyim ki, müəllimlər, İmtahanda da, indi ola bilər ki, kiminsə riyazi hesablaması zəif olar və yaxud da güclü olar, heç fərq eləmir. Yəni, imtahanın stresindən, həyəcanından qiymətləri, rəqəmləri düzgün yazmazsınız, hesablamanın düzgün nəticə çıxarda bilməzsiniz. Hər ihtimala kalkulyatordan istifadə eləməyi, yəni hesablayıcıdan istifadə etməyi məsləhət görürəm. Yəni, belə bir şansınız var. Deməli, nə edəcəm? 80-i vururam 0.4-ə. Cavabımız olur 32. Deməli, şagird müəyyən etdi ki, onun zvanasının qalınlığı 32 mm olmalıdır. Bu, tapdıq ki, S0-ı tapanda bu düsturdan istifadə edirik. Daha sonra bu düsturumuzu silək. İndi tapaq görə A-nı tapması olsaq, məsəl üçün, olar ki, deyər ki, şagird məktəb emalatxanasındaydı, müxtəlif əvvəlki şagirdlərin hazırladığı zvana birləşmələrlə tanış oldu və o zvananın qalınlığına ölçdü, yəni A-nın qalınlığını ölçdü. Müəyyən etdi ki, zvananın qalınlığı məsələn 4 mm-dir. 4 mm-dir və indi o bilmək istəyir ki, görəsən bu detalın əvvəlki qalınlığı nə olub ki, bu indi zvananın qalınlığı 4 mm-dir. Bunu tapmaq üçün də axı biz burada müəyyən etmişdik ki, A bərabərdir, detalın qalınlığı vurulsun 0.4-ə. İndi yerinə qoyaq. Deməli, A 4-dür. 4 bərabərdir. S0 detalımızın qalınlığını bilmirik çünki. Vurulsun 0.4-ə. Düzdür. İndi burada çox bəsit, o ibtidai səviyyəli bir, yəqin ki, bu düstur, belə deyək, hədə düstur, tərifi hamımız yaxşı bilirik ki, müəllimlər bizə həmişə öyrədirdi, deməli, vurmada vuruq, hasil. Deyirdi ki, məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Deməli, S0 bərabərdir. Hasilimiz neçə idi? 4 bölünsün
vurulmanın əksi deməli bölməkdir. 0,4. İndi bunu da keçirəm həmən buradan. Yazıram ki, 4 bölünsün 0,4-ə. Cavabımız eləyir 10. S 0 bərabərdir 10. Artıq mən müəyyən elədim ki, və yaxud da şagird müəyyən elədi ki, əgər zvananın qalınlığı 4 mm-dirsə, deməli detalımızın əvvəlki qalınlığı 10 mm-ə bərabər olub. Bax, bunu da buradan tapdıq. Yenə deyirəm, ola bilər ki, yalnız zvananın qalınlığını verər, məsələn, bu şəkildə. Deyər ki, S2-ni tapın. Ya, heç deməz ki, S, və yaxud da hər ikisini deyər. Deyər ki, S, bircə dəqiqə. Deyər ki, A-nı verər ancaq. Deyər ki, S0-ı da tapın və S2-ni də tapın. Tapın deyər. Aha, yenə eyni bayaqki düsturumuzu təkrar eləyəcəyik. Yəni, detalımız A bərabər olacaq, eyni ilə bayaqki kimi. 0,4-ü vururuq. A-nın qiyməti zaten 4-dür də, onu niyə yazmadım ki mən? 4-dür, burada vermişəm axı 4-dür. Aha, 4, 0,4 vurulsun S0-a. Burada deməli nəticəmizi aldıq ki, S0 bərabər oldu. Bayaqların vurduq. Neçə idi nəticəmiz? 10. 10. Əgər S0-ı da tapdımsa 10, indi düsturumuzu yerinə qoyuram. Deməli, 0,5 vurulsun 10 çıxaq. Zvananın qalınlığı neçədir? 4. Bu olacaq, bax, mənim S2-nin cavabını bu şəkildə tapacam. Bərabərdir. Deməli, nə edəcəyik? 10-dan 4-ün çıxdıq 6, 0,5-i, 0,5-i vururam 6-ya. Cavabımız olur 3. Deməli, S2 də bərabər olacaq 3-ə. Aha. Zvana bərabər olsa 4-ə, yarığın və yuvanın yanağının qalınlığı olacaq 3. Çünki bilirdik ki, həmişə zvana yarıqdan nisbətən, belə deyim, necə ki, o şkantlarda falan ki, deyirdik ki, 1-2 mm böyük olmalıdır. Nəticədə ora daxil olur da. Orada daha möhkəm, daha kip oturmağı üçün o bir qədər böyüklüyü olmalıdır və bax bu cür. Yəni, detalımızın, yuvanın, yarığının, yanağının qalınlığı 3 mm oldu. Detalımızın qalınlığı əgər 10 mm-dirsə, yuvanın qalınlığı 3 olacaq, zvananın qalınlığı isə 4 olacaq. Bu qədər müəllimlər, ümidvaram ki, kimlərsə üçün belə deyim, bir əlverişli oldu, kimlərsə üçün yararlı oldu. Hər biriniz üçün uğurlar arzu edirəm. İnşallah hər biriniz imtahanda da yaxşı nəticələr əldə edərsiniz. Bu cür suallarla qarşılaşdıqda sizə asan gələr.